Aprelin 17-sində Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, səhər yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 6-9, gündüz 12-16 dərəcə isti, atmosfer təzyiqi isə 768 mm civə sütunu təşkil edəcək. Naxçıvanda da səhər saatlarında bəzi yerlərdə aramsız yağış gözlənilir. Temperatur 9-11 dərəcə isti olacaq. Aprelin 17-sində Azərbaycanın bəzi rayonlarda şimşək çağacağı, yağış yağacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv olacaq. Səhər qərb rayonlarından, eləcə də günortaya yaxın şimal və cənub rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.